Hazırda Kürdəmir Regional Meliorasiya və Suvarma Sistemi İdarəsindəyik və bu müəssisə Kürdəmir Peşə Liseyi ilə birgə əməkdaşlıq çərçivəsində dual təhsil proqramını həyata keçirir. Bugün isə sırf bununla bağlı məlumatlar əldə edəcəyik. Mən Əziz Anar Elçinoğlu, Kürdəmir Peşə Liseyində istehsalat təlim ustası vəzifəsində müəllim kimi çalışıram. Dual təhsili bitirmiş tələbələrimizi gələcəkdə diplom aldıqdan sonra Kürdəmir Regional Meliorasiya və Su Təchizatı İdarəsinin əməkdaşlığı ilə biz tələbələrimizi Su Sistemləri İdarəsinə biz gətiririk və burada praktikalarını öyrədirik və dərslərimiz iki hissədən həm praktiki, həm nəzəri olaraq keçirik. Suvarma sistemləri və nasos qurğuları maşinisti ixtisası peşəsi haqqında bizə məlumat verə bilərsiniz? Suvarma maşinisti, yəni hansısa bir müəssisədə, yəni deyək ki, suvarma idarəsində nasos qurğuları, suvarma qurğuları maşinisti ixtisası, yəni tələbələrin məzun olduqdan sonra hansısa bir müəssisədə, yəni məsəl üçün suvarma sistemləri idarəsində simenlə onlar maşinist kimi, yəni suvarma maşinisti kimi simenlərə bölüşdürülüb, hansısa bir ərazidə, məsəl üçün bizim rayonun kəndlərində suvarma idarəsi olan yerlərdə əhalinin su təchizatını, su ehtiyatını necə deyim, növbəli şəkildə simenlə bölüşdürürlər. Dual təhsil proqramının tələbələrimiz üçün nə kimi üstünlükləri var? Dual təhsil proqramının tələbələrimiz üçün üstünlükləri çoxdur. Bu, bilirsiniz necə, tələbələrin həm dərslərdə, həm də ümumi iş yerlərində keçirilir. Yəni, bizim dərslər elədir ki, həftə ərzində, həftənin 2 günün hansısa bir müəssisədə, hansısa bir suvarma sistemləri olan bir yerdə, digər 3 günün isə peşə liseyində biz davam etdiririk dərslərimizi.